1944-cü ilin aprelin 4-də Şimali Amerika və Qərbi Avropadan 12 ölkə Vaşinqton şəhərində Şimali Atlantika Alyansının yaradılması barədə müqavilə imzaladı. Hərbi blok yarandığı gündən Sovet İttifaqı və onun müttəfiqləri ilə hərbi konfliktdən qorunmaq üçün fəaliyyət göstərirdi. Alyans Rusları Avropadan kənarda, Amerikalıları Avropada saxlamaq, Almaniyaya isə nəzarət etmək üçün yaradılıb deyə NATO'nun ilk baş katibi Britaniyalı Hastings İsmey açıqlama vermişdi. Alyansın sərhədlərində onun SSR-yə qarşı olması qeyd olunmasa da Kreml hərbi blokun ona qarşı yönəldiyini yaxşı anlayırdı. Deyilənə görə Stalin Fransa prezidenti Charles de Gaulle'un NATO'nun sülh təşkilatı adlandırılmasını eşidəndə bəlkə biz də NATO'ya üzv olaq deyə replika söyləmişdi. Amma geosiyasi və ideoloji fərqlərə baxmayaraq SSR doğrudan da NATO'ya üzv ola bilərdi. Hətta SSR 1954-cü ildə NATO'ya üzv olmaq üçün rəsmi müraciət edib. İkinci Dünya müharibəsində ortaq qələbədən sonra müttəfiq ölkələr ABŞ, Böyük Britaniya və Sovet İttifaqı arasında münasibətlər kəskin pisləşir. Çexoslovakiyada kommunist sevlişi və Sovet ordusunun Qərbi Berlini mühasirəyə alması NATO'nun yaradılması üçün əsas olur. Kreml Qərbi Berlinin ABŞ, Fransa və Böyük Britaniyaya verilən sektorlarından bu ölkələrin hərbi kontingentini çıxarmağa cəhd etsə də plan baş tutmur. NATO'nun antikomünist yanaşması Moskvanın xoşuna gəlmirdi. 1954-cü ilin martında SSR gözlənilmədən ölkənin NATO'ya üz qəbul olması üçün müraciət edir. Bu təklifin önündə Almaniyanın gələcək taleyini müəyyənləşdirəcək mürəkkəb diplomatik oyun gedirdi. Belə ki, 1945-ci ildə müharibədə məğlubiyyətdən sonra ölkənin şərqdəki Sovet yönlü Almaniya Demokratik Respublikasına və qərbdəki kapitalist Almaniya Federativ Respublikasına ayırdılar. Sovet İttifaqının rəsmi mövqeyi vahid, amma neytral və demilitarizasiya olunmuş Almaniya dövlətinin yaradılmasından ibarət idi. Amma Qərb bunu istəmirdi. Hesab olunurdu ki, digər Şərq Avropa ölkələrində olduğu kimi Almaniyada da birləşmədən sonra kommunistlərə çevriliş edərək Moskvaya xidmət edən hökumət yaradıla bilər. Paralel olaraq Birləşmiş Almaniyanın 1-ci və 2-ci Dünya müharibələrində olduğu kimi sivil dünyaya təhlükə mənbəyinə çevrilməsi qorxusu da var idi. SSR isə Almaniya Federativ Respublikasının NATO'ya üzv olacağını və bu zaman Alyansın hərbi qüvvələrinin sosialist bloku ilə sərhəddə yerləşdiriləcəyindən ehtiyatlanırdı. Kreml hərbi və iqtisadi gücünü Qərb ölkələrindən xeyli geridə olduğunu da anlayır. Kompromis isə daha maraqlı idi. Almaniya məsələsini həll etmək üçün SSR-nin Xarici İşlər Naziri Molotov Almaniya Federativ Respublikasının, Almaniya Demokratik Respublikası və Avropa ölkələrinin kollektiv təhlükəsizlik barədə müqavilə imzalamağı təklif edir. Müqaviləyə əsasən ölkələrdən biri hərbi aqressiyaya məruz qalarsa, digər ölkələr onun köməyinə gəlməlidir. Amma təklif ABŞ-a üzvlük təklif etmir və ehtimal olunan ABŞ Sovet İttifaqı müharibəsində Avropalı müttəfiqlərin ona kömək etməsini qadağa qoyurdu. Təbii ki, təklif Qərb diplomatik dairələrində gülüşlə qarşılanır və rədd edilir. Bu zaman Sovet rəhbərliyi təslim olmur və Molotov kollektiv təhlükəsizlik müqaviləsində ABŞ-ın üzvlüyünün qarşılığında SSR-nin NATO'ya üz qəbul olması barədə yeni təklif verir. Təklifi verən Molotov Qərbin bunu rədd cavabı verəcəyindən əmin idi və bu addımı daha çox təbliğat effekti kimi təqdim etmək istəyirdi. Belə ki, SSR-in NATO'ya üz qəbul edilməməsinin NATO'nun müdafiə üçün deyil, SSR və sosialist düşərgəsi ölkələrinə qarşı hərbi güc kimi yarandığını iddia edəcəkdi. Maraqlıdır ki, müraciət SSR ilə yanaşı Belarus və Ukrayna Sovet Sosialist Respublikalarda ayrıca edir. Son iki ölkəyə kağız üzərində suveren dövlət görüntüsü verilir. Analoji fəndlər SSR-i BMT-nin yaradılması zamanı da istifadə edildi. Hər iki ölkənin BMT-yə üz qəbul etdirməklə SSR Baş Assambleyasının səs verməsində 2 əlavə səs üstünlüyü qazanırdı. Qərb Moskvanın təklifini PR gedişi kimi qəbul edir. SSR-yə üzvlüklə bağlı verilən rəsmi cavabda Sovet İttifaqının quruluşunun demokratiya standartlarına və alyansın digər üzvlərin dövlət quruluşuna uyğun gəlmədiyi vurğulanır. Bundan başqa SSR-ni üz qəbul etməklə Qərb Şərqi Avropanın kommunistlərin nəzarətinə keçməsini legitimləşdirmək fikrində olmadığını da açıq dillə elan edirdi. Bu təklifi tamamilə qeyri-real olmasını ifadə etməyə ehtiyac yoxdur. Bu təklif Qərb ölkələrinin müdafiə və təhlükəsizlik sisteminin yaradıldığı prinsiplərə belə ziddir, cavabda deyilir. Britaniyalı tarixçi Jeffrey Roberts Molotovun SSR-nin NATO'ya üzvlüyünün mümkünlüyü nəzərdən keçirdiyini, lakin bunun soyuq müharibənin dayandırılması üçün yox, ABŞ-ın təşkilatdakı resurslarını ələ keçirmək üçün atılan addım kimi düşünüldüyünü yazır. 1955-ci ildə Almaniya Federativ Respublikası NATO'ya üz qəbul olunur. Buna cavab olaraq SSR-i Polşa, Albaniya, Bolqarıstan, Macaristan, Almaniya Demokratik Respublikası, Rumıniya və Çexoslovakiya daxil olmaqla sosialist ölkələrin üzv olduğu Varşava müqaviləsi təşkilatının əsasını qoyur. Bu hadisə dünyanın iki düşmən hərbi düşərgəyə bölünməsini rəsmiləşdirir.